Xanım Zəhra salamullah əleyha və onun ailəsi ki, övladlarının xəstə olmasına görə nəzr eləyib oruç tutmuşdular və öz 3 gün ki, oruç olmuşdular, axşam vaxtı iftarda öz paylarını, öz qidalarını belə deyək, miskinə, yetimə və əsirə vermişdilər. Bunun barəsində İnsan surəsində ayələr nazil olub və bu üstün dərəcələri Əhl-i Beyt əleyhissalamın fəzilətinin üstünlüyünü ayələrlə Allah Taala bizə çatdırıb ki, biz buradan bu ayələrdən bir neçə dənə çıxarış əldə edirik, bir nəticə çıxardırıq ki, onlardan da ən mühümü 5 dənə çıxarışdır. Biri budur ki, xanım Zəhra salamullah əleyha nəzr eləmişdi və nəzrinə də, əhdinə də vəfa elədi, nəzrini yerinə yetirdi. Əslində buradan bir məsələ də aydın olur ki, o insanlar ki, bəzən yaxınları xəstələnir, şəfa tapmasına görə bəzən görürsən, hətta nəzirlər də eləyirlər. Əhl-i Beyt əleyhissalam bunu göstərmək istəyir bizə ki, əgər bir adam xəstəsindən şəfa tapmasını istəyirsə, nəzri bu olsun. 3 gün Allaha xatir oruç tutsun, Allah Taala da onun xəstəsindən şəfa verər. Bu bir məsələ. İkinci məsələ, ikinci çıxarış bu idi ki, biz qiyamət günündə verilən cəzadan və əzabdan qorxuruq, çəkinirik və buna görə bu işi görmüşük. Yəni qapıya gələni boş qaytarmamışıq. İkinci məsələ budur ki, insan əgər çirkin işlərdən çəkinmək istəyirsə, hansısa bir günah zehninə gəlsə, həyata keçirmək istəyirsə, o halda və yaxud yaxşı bir iş görmək istəyirsə, yaxşı işi görməkdə tərəddüd eləyirsə, o halda o vacib və yaxud müstəhəb olsun, bu işi yerinə yetirməkdə tərəddüd edirsə, o halda qiyaməti və qəbri, ölümü yadına salsın. O halda onun üçün bir təşviq olar ki, həmin işi yerinə yetirsin. Ya günahdan çəkindirsin onu, ya da yaxşı işi görməkdə ona təşviq eləsin. Üçüncü məsələ isar, fədakarlıq məsələsidir ki, özləri ac olduğu halda yut'imuna ta'ama ala hubbihi, özlərinin qidaya, yeməyə ehtiyacı olduğu halda öz qidalarını verdilər. Deməli, insan fədakar olması da onun üçün bir fəzilətdir, bir üstünlükdir, həmçinin də bir mənəvi məqamdır. İnsanın özünün haqqından keçməsi və başqalarına fədakarlıq eləyib, yaxşılıq eləməsi, ehsan eləməsi. Dördüncü məsələ bundan ibarətdir ki, ayədən çıxarış budur ki, deməli, biz və nəxafu min Rabbina, inna nəxafu min Rabbina. Biz öz Rəbbimizdən qorxuruq. Yəni, heç bir şeydən qorxumuz yoxdur. Öz Rəbbimizdən qorxumuz var yalnız. Və beşincisi də ixlasdır. İnnəmā nut'imukum livəcihillah. Biz bunu yalnız Allahın razılığına görə elədik. Yəni, heç bir təmənnamız yoxdur, heç bir istəyimiz sizdən yoxdur. Və beşinci çıxarış da budur ki, biz buradan bu ayələrdən Əhl-i Beyt əleyhissalamın fəzilətini göstərən ayələrdən öyrənəcəyimiz dərslərdən biri də budur, ixlas. Ki, insan bir işi kiməsə yaxşılıq eləyib Allaha xatir eləyirsə, həmin şəxsdən umacağı və təmənnası olmasın.